İnnel hamdəlillah və salatu vəssalamu alə Rasulillah və sahbihi ecmaîn əmmə ba'd. Deməli qardaşlar, Əlfiyyə kitabının 36-cı bəndindəyik. 36-cı bənd 35-ci bəndin nəinki sırasına görə, hətta mənaya görə bir-birini təqib edir. Nə demək istəyirəm? Misal üçün deyir ki, və şibhi zeynin və bihi işrunə və bəbuhu ulhiqa və əhlunə. Deməli, əvvəl 35-ci babda, bab deyirəm, beytdə demişdik ki, yəni cəm müzəkkər səlim raf halında vav, nasb və cərdə yayna olur və deyir zeyni, yəni həzeyni. Həmin o ikisi kimi olanlar və yəni ad və sifətlərdə o cür hallanacaq və şibhi zeyni və bihi işrunə və bəbuhu. O ikisi nə idi? Ad və sifətlər idi də. Onun kimi deyir, olacaq. Nələr? İşrunə və bəbuhu. Yəni işrunə, thələthunə, ərbaunə, bəbuhu onu deyir. Yəni onun kimi olanlar, onun babında olanlar. Ulhiqa, yəni qoşulacaq. Bu elə bir ki, ulhiqa xəbərdir. İşrunə mübtədadır. Və işruni də 20 də ulhiqa qoşulacaq, yəni bu məsələlərə. Sonra və əhlunə. Əhlunə də əslində və əhlunə və ulu və aləmunə, illiyunə və aradunə. Bunlar hamısı elə işrunənə atf olunanlardır. Yəni bunlar da sanki mübtədadır. Yəni bunlar da ulhiqa olacaq. Əvvəlki o ad və sifətlər kimi, yəni cəm müzəkkər səlim kimi rafda vav ilə, nasbda cərdə yə ilə olacaq. Və aləmunə, illiyunə və aradunə şəzzə. Bunlar əradun, elə ki, bunlar şazdılar. Şazdılar. Nə cəhətdən şazdılar? İndi şaz nə deməkdir? Yəni deyək ki, 10 nəfərdən 9-u deyib ki, ağdır, biri deyib ki, qara. O qara deyən şaz sayılır. Yəni kənarda qalır. Amma bu şaz indi deyəcəyim o misal ki, deyəcəyim yox, dediyim misal kimi deyil. Yəni sırf lüğəti mənasında deyil. Burada yəni qiyas qaydalarından kənardır. Deyilib, lüğətdə var. Aradunə deyilib, amma qiyas qaydalarına kənardır. Çünki bu sözün kökü ərddir, ərdunə olmalıydı. Amma ərd, yəni ra sukunlu olduğu halda əradunə olub. Yəni bunların hamısında qiyas qaydalarına şaz bir qayda var. Yəni dediyimiz kimi ümumiyyətlə heç kim deməyib, amma kimsə şaz olaraq deyib, o mənada deyil. Nə üçün? Çünki əradunə Quranda gəlir. Quranda gəlir, hədisdə gəlir və necə ki Peyğəmbər sallallahu əleyhi və səlləmin sözü var. Mən iqtata'a şibran minəl ardı zulmən, kim yəni bir kəsin torpağından bir parça zülm olaraq götürərsə, tabaqqahu Allahu iyyahu yevmel qiyameti min səb'i əradinə. Ərdinə demədi. Allah Taala ilə nədir? Qiyamət günü həmin o torpaq nədir? 7 qat o torpaq onun boynundan sarılar. Hər bir halda orada hədisdə nədir? Ardinə yox, əradinə gedir. Ayələrdə də əradunə gəlir və necə ki İbn Seymin rahmeullah deyir ki, burada şaz li bu'dihi anil qiyas. Qiyasdan uzaq olduğu üçün şaz sayılır. Yəni əş-şazdir fil haqiqət ənə şuzuzə vaqun fil cəmi' və hədə şuzuz bi həsəbil qavaid, la bi həsəbil isti'mal. Aydındır? Bi həsəbil qavaid, yəni qaydalara görə şazdır. İstifadəyə görə deyil. Yaxşı, deməli nədir? Bunlar deyir şazdır, yəni qiyas cəhətdən. Və sinunə,
Və sinunə və bəbuhu və sinunə kəlməsi və onun babında olanlar, indi gələcək nədir? Yəni sinətun, sənətun misal üçün. Yəni o cür, yəni təmərbut ilə sin, nun, yəni təmərbut ilə olanlar, yəni o cür babda olanlar. Mislə hinin. Hinen kim olacaq? Yəni burada hinədə ki yə var, daim yələri qalacaq. Məsələn, sinunə, sininə, yəni vav yəyə çevrilə bilər. Amma bəzən sinin, ola bilər ki, sininin, sininən, sininun, yəni hinən, hinun, hinin kimi olacaq. Yəni yəsi daim sabit kimi qalıb, nunun üzərindəki tənvinlə olacaq. Daha burada yənin vava, vavın yəyə çevrilməsi məsələsi olmayacaq. Deyir ki, və bə mislə hini, yəni bu da ola bilir. Yəni həmişə yox ha, qad yarid. Yəni bəzən nədir? Bu olacaq zəlbəb. Yəni bu bab bəzən də hinən kimi yəni istifadə olunur. Və huva ində qovmin yattarid. Və bu da bəzi qövmlərdə, yəni bəzi cəmaata görə bu qayda, yəni hinə kimi işlənməsi yattar edir, nadir deyil. Burada deyir axı şeyx, şeyx deyir ki, qad yarid, bəzən belə olur. Amma qövmlər var ki, deyirlər ki, bəzən deyil, çox vaxt keçərlidir. Əşara musannif rahmehullah bi qavlihi və şibhi zeyni, yəni bu sözü deməklə ilə şibhi zikruha kə Muhammed və İbrahim fətəquluna Muhammeduna və İbrahimunə. Yəni bunu amiri deyir, bir də nəyə işarə elədi? Yəni amirə işarə elədi. İkilikdə gəl bax hədeyni. Hansı ki əvvəl dediyimiz şərtlərə uyğun olan bütün cəmlər və aləmlər. Yəni o aləmlər ki, dediyimiz şərtlərə uyğun olaraq cəmlənib və onlar da bu misal gətirir, Muhammed İbrahim misal gətirir. Bir də nəyə işarə eləyib? Muznibə. Və huva kullu sifətin ictəməə fiyhə şurud. Və o sifətlər ki, əvvəl qeyd etdiyimiz şərtlər hamısı orada cəm olunub. Kəl əfdal və darrab nəhvihimə. Misal üçün, fətəqulu əfdaluna əd-darrabunə. Əfdal kimi, darrab kimi. Bunu da niyə gətirdi? Bu əhmərdən fərqlidir. Deyə bilərsən, axı orada əf'alu, fəalə, yox, bu əfdal, yəni bunun qadın cinsi fudulədir deyənə, bunu İbn Aqil özü belə gətirib ki, yəni bilin ki, əhmərdən söhbət getmir. Baxmayaraq ki, əf'al vəzindədir bu da. Əfdaluna və darrabuna. Yəni orada həzeyni bu ikiliyi qaydır nəyə? Amirinə muznibə. Bir onun kimi bu mulhaqlarda bu cür edir. Və əşərə bi qavlihi və bihi işrunə, yəni bu sözü deməklə nə işarə edib? İlə mə ulhiqə bi cəm müzəkkər səlim fi iqrabihi bil vavə rafhan və bil yəyi cərrə və nasbən. Yəni müzəkkər səlimə nə ki iqrabda oxşayanlar, ona bənzənən, ona əlavə olunanlar. Onlar da nədir? Yəni rafda vav ilə, cər və nasbda isə yə ilə iqrab olunur. Və cəm müzəkkər səlim huvə mə səlmə fihi binaul vahid. Demək, cəm müzəkkər səlim nə olan şeydir? O, yəni mə səlmə salamat qalır, onun müfradı, yəni kökü, müfradı nədir? Salamat qalır. Yəni cəmə çevrildikdə vahidi, yəni təki, müfradı salamat qalır. Muslimun, muslimunə, yəni nə hərfləri, nə hərəkələri nədir? Dəyişikliyə uğramır. Misal üçün, raclun, ricalun, burada görürük ki, həm hərəkə dəyişikliyi oldu, həm də sözün kökünün ortasında dəyişikliyi oldu. Və vücudə fihi şurut əlləti səbəqə zikruhə. Və burada da həmçinin də nəinki müfradı
salamat qalır dəyişilişdən. Əvvəldə dediyimiz şərtlər hamısı burada mövcud olmalıdır. Fəmə lə vahidə ləhu min lafsihi, nə ki öz kökündən tək halı yoxdursa, əv ləhu vahidun qeyr müstəkmilin li şurud fə leysə bi cəm müzəkkər səlim. Burada mə şərt cümləsidir. Fəmə lə vahidə ləhu min lafsihi əv ləhu vahidun qeyr müstəkmilin li şurud fə leysə bi cəm müzəkkər səlim. Bu həmin mənin cavabıdır. Cavabı şərtidir. Yəni nə ki deyir öz kökündən, yəni tək halı yoxdur. Sən misal üçün işruniyə işr, yəni elə bir tək yoxdur. Əv ləhu vahidun və yaxud da ki var, amma qeyr müstəkmilin li şurud. Şərtlərə uyğun kamil deyil. Yəni şərtlərə uyğun kamil deyil. Gələcək nə demək istəyir? Onda deyir o cəm müzəkkər sayılmır. Yəni səbəblərdən biri nədir? Kökü yoxdur. Niyə ona cəm müzəkkər səlim deyilməyib? Çünki işrunədir, vavunu onu götürsə işir qalır. Bəli huva mulhaqun, əksinə nədir? Onlar mulhaq sayılacaq. Yəni cəm müzəkkər sayılmır, mulhaq sayılacaq. İşrunə və bəbuhu, işrunə və onun babında olana nədir? Sələsunə ilə tisxinə qədər. Mulhaq bi cəm müzəkkər səlim. Cəm müzəkkər səlim mulhaqından olacaq, yəni onun kimi irab olunacaq, amma o deyil. Lənnəhu lə vahidə ləhu min ləfsihi. Çünki onun nədir? Vavunu götürəndə nədir? Mufradı yoxdur, kökü yoxdur. İz lə yuqal işir. İşir deyilən şey nədir? Deyilmir. İşratun başqa şeydir. İşratun var. Tam mərbuta qoyulduqda şey deməlidir, yəni yaxınlıq, qohumla əlaqəni birləşdirmək, qohumlar, qəlbin isinişməsi, yəni belə bir mənası var. Başqa var. Tam mərbut ilə. Amma işrun deyilmir. Yəni 20-yə sən vavunu götürüb, yəni bu cür demirsən və kəzəlikə əhlunə mulhaqun bihi. Bu da mulhaqdır. Niyə? Lənnə mufraduhu, çünki onun mufradı nədir? Və huva əhldir. Deyə bilərsək vavunu götürdü əhldir. Leysə fihi şurutul məzkura. Yəni baxmayaraq ki, əhl sözü yəni dildə yəni kəlmə kimi var, amma mənası yenə də elə cəmdir. Əhl elə yenə də əhldir. Aydın oldu. Yəni əhl ailə, cəmaat, ailələr, cəmaatlar, cəmaat yenə larlar götürsə yenə öz mənasında nədir qalmış olur. Lənnəhu ismu cins cəmid. Çünki o ismi cins cəmiddir. Kə racul. Və kəzəlikə ulu. Yəni demək istəyir ki, bu əhl, bu işrun iki şey özündə daşımır. Nə aləmdir, nə sifətdir. Aydındır. Nə aləmdir, nə sifətdir. Və onların da illələri deyildi ki, yəni bəzisinin mufradı yoxdur, bəzisinin mufradı var, amma şərtlərə uyğun deyil. Və kəzəlikə ulu, lənnəhu lə vahidə ləhu min ləfsihi. Bunun da yəni təki yoxdur. Və aləmunə, cəm aləm. Və aləm kə racul ismu cins cəmiddir. Yəni nə aləmdir, addır, yəni xüsusi isimdir, nə də ki sifətdir. Ona görə bu da nədir? Mulhaqlardan sayılıb. Sonra və illiyyunə ismu lil-ə'ləl cənnə. Cənnətin uca adlarından biridir. Leysə fihi şurutul məzkura. Likovnihi və bu da deyilən şərtlərə uyğun deyil. Nə üçün? Likovnihi limə lə yaqil. Çünki ağıllı dedi, ağlı yoxdur. Yəni dedi yaxı aqil olmalıdır. Ki, yəni sən cəm müzəkkər səlim eləmək üçün. Və araduna cəmu ard. Cəmu ardın. Yəni ra sukunludur. Və ardun ismu cins. Cəmidir. Müənnəs. Həm də müənnəsdir. Baxmayaraq təmərbutası yoxdur. Hə? Yəni bu illələrə görə baxmayaraq ki, təki var, mufradı var, vahidi var. Amma ismi cinsdir, cəmiddir, yəni nə aləmdir, nə də sifətdir. Həmçində necə ki İbn Hüseyn rəhməhullah deyir ki, kökündə də problemlər var. Yəni ra sukunludur. Ərad deyil. Nə də ki ərdunə deyil. Aydındır bu cür yəni istifadə ediblər ərəblər. Sonra və sinunə cəmu sənə. Cəmu sənə. Bax indi burada demişdi axı.
ki və sinun və bəbuhu mislə hini qad yarid. Onu demişdi. İndi deyir ki, sənətun sözünün cəmidir və sənə ismu cins. Müənnəsdir. Ona görə bu da mulhaqdan sayılır. Və hədihi kulluha mulhaq. Mulhaqatun bi cəm müzəkkər səlim. Və bunun da yəni illələri budur. Limə səbəqa limə səbəqa min ənəhə qeyru müstəkmilətin li şurud. Çünki əvvəldə keçdiyimiz şərtləri tam özündə daşımadığı üçün. Yəni kamil olmaması üçün. Və əşarə bi qavlihi və bəbuhu, bu sözdə, şeirdəki bu söz deyir. Yəni illə bəbi sənə. Yəni sinunənin bu sənə babında olanlar nə varsa, və huvə kullu ismin süləsi, yəni kökü 3 hərfli olan isimlərdir. Huzifət ləmuhu. Ləmi düşüb. Ləmi düşüb nə deməkdir? Yadımıza gəlir, yəni keçmişsiniz də. Deməli, ya indi Beyniydəkdən müəllimlərimiz deyib və ya da ki, o Mədinə kitabından deyib. Yəni sözlər fəal vəznində götürülür. Yəni deyəndə ki, fəsi düşüb, yəni birinci hərfi düşüb. Deyəndə ki, ayni düşüb, yəni ikinci orta hərfi düşüb. Deyəndə ki, ləmi düşüb, yəni son hərfi düşüb. Yəni onu deyir ki, husfət ləmuhu, yəni son hərfi düşmüş və ovvidə anhə, yəni əvəz olunub anhə, hə qaydır ləmə, o ləmə həu tə'nis, qadın cinsin həsi, yəni o təmərbuta. Və ləm yukəssər, amma cəm təksir də olmayıb. Yukəssər, yəni cəm təksir də olmayıb. Sonra onlara misal olaraq mi'ətun. Mi'ətun əslində, bax yazım bura. Bax bura yazım qardaşlar. Mi'un, mi'unə. Belə bir şeydir. Yəni bunun ləmi, yəni mi'un kəlməsinin ləmi, yəni o 100 kəlmədir, tərcüməsi nədir? 100. Düşürdülür, həsf olunur, burada deyirək ləmi. Onun əvəzinə hə təmərbuta qoyulur, olur nə? Mi'ətun. Mi'unə. Mi'ətun və mi'inə. Yəni sənətun sininə. Misal üçün thubət, thubinə. Yəni əslində sənətun da şeydir də, sənəvundur. Sənəvundur. Yəni vav düşüb, yerini təmərbuta qoyulub. Aydındır. Thubət şeydir, yəni bir qrup insan. Qrupla bir qrup insan belə. Thubətun və thubinə kimi. Yəni deyir ki, və həzəl isti'mal şə'iyun fi həzə və nəhvihi. Deyir ki, bu istifadə yəni geniş yayılıb. Geniş yayılıb. Yəni burada və buna bənzər yəni sözlərdə. Fə in kuthirə kə şəfətin və şifəhun ləm yüstəməl kəzəlikə illə şuzuz. Deməli, əgər sən şəfətun sözünü və yaxud da mi'ətun sözünü misal üçün, indi burada şəfətunu gətirib, şifəhun deyəndə, əgər kusirə, nə deməkdir kusirə? Cəm təksir eləsən, elədikdə, onda ləm yüstəməl kəzəlik. O yuxarıdakı kimi həmçinin şəfunə, şəfinə kimi istifadə olunmayacaq. Yəni, əgər bu cür cəm təksir olunubsa, artıq cəm müzəkkər səlimə mulhaq deyilməyib. İllə şuzuz. Şaz olaraq deyən var. Kə zubətin kəlməsini. Fənnəhum kəssəruhu alə zubətin və deyənlər onu həm cəm təksir kimi deyiblər, zubətin və cəməuhu əydan bil vav, rafqan bil yəyi, nasban və cərrən. Həmçinin də eyni vaxtda, yəni həm cəm təksir kimi eləyiblər, həmçinin də cəm müzəkkər səlimə mulhaq olaraq istifadə ediblər, rafı vav ilə, nasbı cərriyə ilə bildiriblər, necə ki, fəqalu deyiblər, zubunə zubinə. Yəni bu cür istifadə edən olub. Və əşərə bi qavlihi və mislə hinin qad yaridu zəlbəb, yəni bu sözü deməklə nəyə işarə edib?
ilə ənə sinin nəhvəhu, sinin və onun bənzərləri qad təlzumu əl-yə və yucalul i'rabu alən-nun ki, bəzən yə daim orada qalıb. Daim orada qalıb, yəni o vav yəyə çevrilib, elə şey olmuyor. Yucal i'rab alən-nun. İ'rabı da nun üzərində ediblər. Fətəqul həzihi sinun. Deyiblər ki, həzihi sininun. Və rəaytu sininən və mərartu bi sininin. Yəni bu cür deyiblər. Ona görə də ki, hinəyə oxşuyur. Və in şi'tə həsəftə tənvin və o istəsən deyir, tənvinləri düşürdə bilərsən də. Yəni o sininən, sininun, sininindəki. Və huvə əqallu min isbətihi. Və bu min isbətihi, yəni tənvin olmasından nədir? Daha çoxdur. Yəni sinunə, sininə deyilmək daha çoxdur. Nəinki sininun, sininən, sininindən. Aydındır, onu deyir. Və uxturifə fi ittirad həzə. Yəni bunun hinə babında işlənməsi çoxdur məsələsində ixtilaf var. Yəni bu ixtilaf var ki, hinə babında çox istifadə olunub, yoxsa mulhaq kimi çox istifadə olunub. Və sahih ənəhu la yəttari. Və İbn Aqil deyir ki, səhih odur ki, bir qövm az istifadə olunub, yəni bir qövm belə deyib. Və ənəhu məqsurun alə səmə. Və bu da yəni səmaidir, qiyas olmadan deyək ki, xalq ədəbiyyatında ona bağlıdır. Məqsurun ona bağlıdır, səmaiyə bağlıdır. Və minhu qovluhu Allahumma ic'al aleyhim sininən kə sininin Yusuf. Necə ki, yəni baxın burada Rasulullah sallallahu əleyhi və səlləmin sözü ki, Allahumma ic'al aleyhim sininə kə sinin Yusuf, onlara Yusufun o illəri var, o il kimi onlara müsibət ver, yəni aclıq gəlsin onlara. Fi ihdə rivayətin, yəni iki rivayətdən biri belə olub. Burada indi dəlil hissəsi nədir? Sininən, sinini. Demədi ki, Allahım ic'al aleyhim sininə kə sininə. Sinunə, yəni yə, nun, burada cəm müzəkkər səlim kimi olmadı. Yəni sininə kə sininə. Aleyhim sininə kə sininə deyilmədi. Aydındır. Bu sininə cəalənin nədir? Məfulun bihisidir. Bu da ki, cərdədir. Kəyə görə. Sonra və misluhu qovlu şair tavil. Və şair deyir ki, Də'aniyə min nəcdin fə innə sininəhu lə'ibnə binə şeybən və şeyyəbnənə murdə. Şair yaxşı dedi, amma görək nə dedi. Deməlidir ki, məni deyir, tərk elədi. Nəcd. Nəcd o yerin adı da. Fə innə sininəhu, onun illəri. Bu elə bir ki, bir qız istəyirdi. Eşqə düşmüşdü və buna nəsə vermirlər. Mehri deyirlər ki, misal üçün 50 dəvə ver. Bu da atası 49 dəvə gətirmişdi. Dedilər, yox, 50 olmasa vermirik. Nəysə, alınmadı. Bu Nəzddən köçüb başqa yerə. İndi o başına gələn məsələni bu şeirdə qeyd edir. Yəni, illər keçdi və Nəcd məni tərk elədi. Lə'ibnə binə şeybən. Yəni, üzümüzdədir türk olmadığı halda, yəni ondan ayrılıq illəri bizimlə oynayıb saçımızı neynədi? Ağartdı. Nəysə, bu indi öz taleyinə şahid edir. Şahid fihi, indi burada məsələ hansı, şahid hissəsi hansıdır? İcra-u sinin mucrəl əl-hin. Yəni, burada icra istifadə olunub sinin sözü hinə kimi. Hinə kimi istifadə olunub. Misal üçün, sininə. İnnə sininə hu. ففي الإعراب بالحركات
həm hərəkə ilə olub və ilzam nun mə'a idafə. Həmçinin də yəni mudaf olmağına baxmayaraq nun düşmür. Əgər cəm müzəkkər səlim kimi olsaydı, hə, nə olardı? Gələm götürək. Misal üçün sinihi olmalı idi də. Hə? Yəni muslimunə üstə gəl hə necə olur? Muslimuhu. Hə? Muslimuhu nun düşməli idi də burada. Yəni bu düşməyib, yəni qalıb burada. Yəni ilzamın nun on deyir ki, yəni nun hələ də orada yazılı qalıb. Yaxşı, sonra növbəti beyt gəlir. Bunu inşallah gələn dəfə götürərik. Cəzakumullah xeyran. Subhanəkallahumma hamdik. Əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.